Prezident İlham Əliyev Gəncə Memorial kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü. Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevre konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq, yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb. Gəncə Memorial kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə ümumili lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.